Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günlər sizə belə bir qəbul tüplü sınav izahına diqqət etmiş olacağıq. Qeyd olunub birinci sualımızda Afrika materikinə aid olan əlamətləri seçin. Afrika materiki biz bilirik ki, sahilləri sadə olan materikdir. Yəni sahilləri daha zəif parçalanmışdır. Bir doğrudur. Daha sonra ərazisinin əsas hissəsi qədim platformada yerləşir. Yanlışdır. Daha doğrusu doğrudur. Yanlış neydi? Yəni böyük bir hissəsi qədim platformadır. Yalnız şərq hissəsində tektonik çat zonası var. Bir də şimal-qərb hissəsində Atlas dağları var. Cavan dağlardır. Əni gölü ekvatorial qurşaqda yerləşir. Yanlışdır. Ənli göllər ekvatorial qurşaqda deyil. Daha sonra denudasyon düzənlikləri bəli geniş sahə tutur. Subtropik qurşaq yox, tropik sahə geniş sahə tutmuş olacaq. 1, 2 və 4 doğru cavabımız olacaq. Zod qızıl yatağının yerləşdiyi inzibati rayon təbii ki olacaq Kəlbəcər rayonu qızıl yatağıdır. Qızıl yataqları 3 yataqdır. Zod, Qoşa və Vecnəli yatağıdır. Qoşa Gədəbəydə, Zod Kəlbəcərdə, Vecnəli isə Zəngilan rayonundadır. Qara metallurgiya aid olan xüsusiyyətləri seçin. Burada 1. Dəmir filizinin çıxarılması, daha sonra çuqun və poladın əridilməsi və prakat istehsalı bilirsiniz ki, qara metallurgiyaya aid olan əsas əlamətlər olmuş olacaq. 1, 4, 5 doğru cavabımız olacaq. Daha sonra dəniz səviyyəsindən 1000 metr yüksəklikdə ən isti temperaturu 24 dərəcədir. Qar xəttinin hansı hündürlükdən yerləşdiyini hesablayın və bu yüksəkliyin hansı enliklər üçün səciyyəvi olduğunu müəyyən edin. Biz bilirik ki, qar xətti temperaturun 0 dərəcə olduğu enliklərdən müəyyən olunur. Yəni bizim 1000 metr yüksəkliyimizdə temperaturumuz 24 dərəcədirsə, bizim temperaturumuz 0 dərəcə olduğu hündürlüyü tapmaq lazımdır. Təbii ki, 24 dərəcə temperaturumuz aşağı düşməlidir. Və biz də bilirik ki, hündürlüyə qalxdıqca hər 1000 metrdə temperaturumuz 6 dərəcə aşağı düşmüş olacaq. Deməli, bəs neçə metrdə 24 dərəcə düşər. Buradan da x-imiz nəyə bərabər olar? Təbii ki, 4000 metrə bərabər olmuş olacaq. Deməli, biz 4000 metr 1000 metrdən də hündürlüyə doğru qalxmalıyıq. Və 1000-in üzərinə 4000 gəlsəm, hündürlüyümüz eləyəcək 5000 metr. Və təbii ki, ekvatorial enliklərdə qar xəttimiz 5000 metr olmuş olacaq. Qar xəttinin hündürlüklərini bilmək istəyirsinizsə, qeyd olunan nömrələrlə əlaqə saxlayın və mən sizə qar xəttinə aid olan qısa bir konspekt göndərmiş olum. Növbəti sualımız ümumdaxil məhsul və ümumi məhsul haqqındadır. Biz bilirik ki, ümumdaxil məhsul bölünür 2 hissəyə. Bir, ölkənin daxili şirkətləri. Bir də ki, xarici şirkətlərin bizim ölkədə, yəni öz ölkələrində qurduğu şirkətlər, yəni xarici şirkətlər. Ümumi məhsul isə bölünür 2 hissəyə. Yəni də bizim özümüzün daxili şirkətlərimiz. Bir də ki, bizim gedib xaricdə qurduğumuz şirkətlər. Yəni milli şirkətlərimiz var. İndi ümumdaxil məhsulun həcmi 76 milyard dollardır. Ümummilli məhsulun həcmi isə 80 milyard dollar olmuş olacaq. Ümummilli məhsulun xaricdəki həcmi 23 milyard dollardır. Yəni baxın bu milli şirkəti deyir. Onun həcmi 23 milyard dollar. Yerdə nə qədər qaldı? 57 milyard dollarımız qaldı. İndi deyir ki, baxın bu 57 milyard dollar daxili şirkətlə. Bu daxili şirkət zaten eynidir. Yəni ölkənin özünə məxsus ölkə daxilində olan şirkətləridir. Hər ikisinə 57 milyard yaza bilərəm, yaza bilərəm. İndi ümumdaxil məhsul 57 milyard dollar, 76 milyarddan 57 ümumdaxil şirkətlərdir. Yerdə qalan 19 miljardı isə nədir? Xarici şirkətlərdir. Amma bizdən bunu deyir, neçə faizdir deyir. Ona görə mən nə edəcəm? Bu 76 milyardı ümumini neçə faiz götürəcəm? 100 faiz götürmüş olacam. 19 milyardı da x faiz götürmüş olacam. Və buradan cavabımı tapacam ki, x-imiz 25% olmuş olacaq. Cavab variantımız da D variantı olmuş olacaq. Ümumdaxil və ümumi məhsula aid olan gözəl bir videomuzda paylaşmışıq. Girib həmin videodan tam şəkildə ümumdaxil ümumi məhsul nə deməkdir? Tanış ola bilərsiniz videoya. Daha sonra Azərbaycan əhalisinə aid olan doğru fikirləri müəyyən edin. Qeyd olunub, əhali artımının əsas hissəsi mexaniki artımın payına düşür. Yanlışdır. Azərbaycanda əsasən təbii artımdır. Kimdir Azərbaycana belə deyək də miqrasiya hesabına gələn? Yoxdur, Azərbaycana az gəlir. Amma kənd əhalisinin sayı həm təbii, həm də mexaniki artım hesabına artıb. Doğrudur. Amma əsasən təbii artım hesabına artıb. Orta sıxlıq dünya əhalisinin orta sıxlığından yüksəkdir. Yanlışdır. Urbanizasiya səviyyəsi yüksəkdir. Doğru.
Bir də ki, 6 əhalinin əsas hissəsi 500 metrə qədər mütləq hündürlükdə yaşamış olacaq. Daha sonra Azərbaycan əhalisinin sayı 2009-cu ilin məlumatına görə 8.973.000 nəfərdir. Əhalinin 49%-ni kişilər təşkil edir. Deməli, yerdə neçə faiz qaldı? 51% qaldı. Yəni 51% də qadınlardır. İndi mən 49% kişidirsə, 51% qadınsa, qadınlar kişilərdən neçə faiz çoxdur? 2% çoxdur. Ona görə elə bir 8.973.000-in 2%-ni tapaq. Görək nə qədəri çoxdur. Vuraq 2-yə, bölək 100-ə. O da cavabımız eləyəcək. Təbii ki, nə qədər? Səhv etmirəmsə, yəni 179,5 milyon nəfər olmuş olacaq. Y variantı doğrudur. Azərbaycanda 4-cü zövqü çökmə mənşəli suxurların yayıldığı ərazilər əsasən düzənlik ərazilərdir. Milmuğan düzü, Şirvan düzü və Şollar düzü olmuş olacaq. 1, 2, 3 doğru cavablardır. Növbəti sualımıza baxaq. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sürətli artımının nəticələrində yadınızda saxlayın. Səhiyyə və sosial təminatda çətinlik yaranar əhalinin artımında. Sıxlıq azalmaz, əksinə artar. İş yerləri ilə təminat çətinləşər, doğrudur. Suburbanizasiya prosesi inkişaf etmiş ölkələrdə olmuş olar. Bu ona görə yanlışdır. İri şəhərlərin idarə edilməsində problem yaranar. Bu da doğru fikirdir. 1, 3 və 5 doğru cavabımız olmuş olacaq. Metallurgiya sənayesi gətirmə xammalı əsaslanan ölkələr, yadınızda saxlayın, gətirmə xammalı əsaslanan ölkələr əsasən inkişaf etmiş ölkələrdir. İnkişaf etməkdə olan ölkələrdə isə özlərinin yerli xammalına əsaslanırlar. Ona görə cavabımız Yaponiya, Almaniya, İtaliya və Fransa ölkələri olmuş olacaq. Azərbaycanda avtomobil yollarının uzunluğu əvvəlki illərdə 2752 km, uzun illərdən sonra isə 27.000 km olmuşdur. Keçən dövr ərzində hər 100 kvadrat kilometrə düşən avtomobil yollarının orta sıxlığı nə qədərdir? Mən ilk öncə bunlar arasında fərqi tapmalıyam. 27.000 kilometrdən çıxmalıyam nə qədəri? 2752 kilometri. Görək onlar arasında fərqimiz nə qədərdir? 5, 4, 9-dan 7, 2, 4, 24.248. İndi biz nə edəcəyik? 24.248 kilometr oldu. İndi biz orta sıxlığı tapmaq üçün nə edirdik? Həmişə bölürdük ölkənin ərazisinə 86.600 kilometre. Kvadrat kilometre. O da eləyəcək 0,28. Bu 1 kvadrat kilometrə düşəndir təbii ki. Bizdən nə istəyir? 100 kvadrat kilometr. Ona görə mən nə edəcəm? Vuracam 100-ə. Cavabımız alınacaq 28 kvadrat kilometr. Yadınızda saxlayın, həmişə sıxlığı tapanda məsələn uzunluğu bölmək lazımdırsa, uzunluğu böləcəksiniz dövlətin ərazisinin sahəsinə. Əhalinin sıxlığını istəyirsə, əhalinin sayını böləcəksiniz əraziyə. Bu formada. Kənd təsərrüfatı bitkilərinin becərildiyi müvafiq iqlim qurşaqlarına əsasən doğru olanları müəyyən edin. Bəli, şəkər çuğunduru mülayim iqlim qurşağındadır. 1 doğrudur. Şəkər qamışı subekvatorial iqlim qurşağındadır. 2 də doğru olmuş olacaq. Günəbaxan ekvatorialda olmaz. Yanlışdır. Çay quru subtropikdə olmaz. Rütubətli də olar. Yanlışdır. Kətan tropikdə yox. Mülayim də olar. Yanlışdır. Amma buğda isə mülayim də olmuş olacaq. 1, 2, 6 bizim doğru cavablarımızdır. Turan ovalığı və Ərəbistan yaylasının oxşar xüsusiyyətləri. Hər ikisində biz bilirik ki, isti ərazidir. Turan ovalığı Mərkəzi Asiyada yerləşir. Amma Ərəbistan yarımadası yaylası Ərəbistan yarımadasında yerləşir. Cənub-Qərbi Asiyada. Bəli, hər ikisində rütubətlənmə əmsalı vahiddən kiçikdir və suvarmaya ehtiyac çoxdur. 1 doğrudur. Külək eroziyası bəli, hər ikisində müşahidə olunmuş olacaq. Doğrudur. Ərazisində monarxi idarə etmə formasına malik olan dövlətin mövcud olması. Mərkəzi Asiyada monarxi idarə etmə formasına malik olan dövlət yoxdur. Bəli, hər ikisində neft və təbii qaz zəngindir. Doğrudur. Eyni yaşlı platforma deyil. Turan ovalığı cavandır. Ərəbistan isə qədimdir. Yanlışdır. Ərazilərində yaşayan əhalinin eyni dil ailəsinə mənsub olması xeyr. Ərəbistan yarımadasında Sami Hami, amma Turan ovalığında isə Altay dil ailəsinə məxsusdur. Yanlışdır. 1, 2, 4 doğru cavabımız olmuş olacaq. 14-cü sualımıza diqqət edək. Qərb hissələri seismik cəhətdən daha fəal olan ölkələr. Yadınızda saxlayın, bu kimi ölkələr əsasən Şimali və Cənubi Amerika materikində yerləşən ölkələrdir. Yəni qərb hissələri antikordiliyerə düşən ölkələr.
Meksikadır. Qərb hissəsi Kordilyer, şərq hissəsi isə yayladır. Yəni şərq hissəsi daha platformadır. Boliviya və Kanada ölkələri olmuş olacaq. 2, 5 və 6 doğru cavabımızdır. 15-ci suala diqqət edək. Qütb ulduzunun görünmə bucağının azalmasına görə verilmiş şəhərlərin düzgün sırasını müəyyən edin. Biz bilirik ki, qütb ulduzu yalnız şimal yarımkürəsində yerləşir və şimala doğru getdikcə qütb ulduzunun görünmə bucağı artar. Məsələn, hər hansı bir enliyin üzərində dayanmışıq və enliyin dərəcəsi ilə eyni olacaq qütb ulduzu. Məsələn, tutaq ki, 40 dərəcə tropikdəyəmsə, daha doğrusu 40 dərəcə şimal enliyindəyəsə ilə 40 dərəcə bucaq altında da görmüş olacağım. 20 dəyəmsə 20 dərəcə ilə görəcəm. İndi artan sırayla azalma sırasına görə deyirsə, mən birinci ən yüksəyə götürməliyəm. Yakutsk şəhəri Rusiyanın şimalda yerləşən şəhəridir. Kazan şəhəri nisbətən ondan cənubda Rusiyanın şəhərlərindən biridir. Sonra burada Ankara şəhəri, sonra Aşqabad şəhəri. Bu formada olmuş olacaq. Gecənin uzunluğu gündüzdən 3 dəfə qısadır. Deyir, onda gecə ilə gündüzün uzunluğu arasında neçə dəqiqə fərq var. Gecənin uzunluğu gündüzdən 3 dəfə qısadırsa, gecəyə x, gündüzə 3x deyə bilərəm. Cəmləsəm nə edəcək? Cəmi 24 saat edəcək. Sütqanın uzunluğu. 4x-imiz bərabərdir 24-ə, x-imiz bərabərdir 6-ya. Deməli, bizim gecəmiz 6 saat, gündüzümüz isə 3 vurulsun 6, 18 saat. Bunlar arasında nə qədər saatımız var? 18 çıxılsın 6, 12 saat. Amma bizdən nə istəyir? Dəqiqə ilə istəyir. Ona görə mən 12 vuracam nəyə? 60-a. O da edəcək 720 dəqiqə. Cavab variantımız 720 dəqiqə etmiş olacaq. Bataqlıqların yaranması üçün şəraitin olduğu iqlim şəraiti olan təbii zonalar hansılardır? Yadınızda saxlayın. Tayqalar, tundra və meşə tundra və ekvatorial meşələrdir. İfrat rütubətlənmiş təbii zonalardır. Ona görə bu ərazilərdə nə yaranar? Bataqlıqlar yaranmış olar. Savanna və seyrək meşələrdə isə nədir? Normal rütubətlənmə, eyni zamanda codyarpaqlı meşə və kolluqlardadır. Amma çöllərdə rütubət çatışmamazlığıdır. Burada cavabımız 2, 3 və 5 doğru cavabımız olacaq. Qırğızistan Respublikasına aid olan xüsusiyyətləri müəyyən edin. Qırğızistan Respublikası Mərkəzi Asiyanın türk dövlətlərindən biridir. Bəli, dağlıq relyefə məxsusdur, yadınızda saxlayın. Çayları Aral, Balxaş və Xəzər hövzəsinə aiddir. Yanlışdır, Xəzərə çıxışı yoxdur. Əhalinin çox hissəsi türk dil qrupunun Qıpçaq qoluna aiddir. Doğrudur, Altay-Dil ailəsi. Qazaxıstan, Monqolistan və Pakistanla həmsərhəddir. Yanlış fikirdir. Sərhəddi yoxdur. MDB təşkilatının üzvüdür. Bəli, Mərkəzi Asiya ölkələri MDB təşkilatına üzvdürlər. Tropik və subtropik iqlim quşaqlarında yerləşir. Yanlışdır, mülayim. 1, 3 və 5 doğru cavabımız olacaq. Növbəti sualımıza diqqət edək. Samur çayı 3600 metr hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Çayın uzunluğu 216 kilometrdirsə meyilliliyi hesablayın. Çayın meyilliliyini tapmaq üçün biz nə edirdik? Düşmə bölünsün uzunluq yazırdıq. Düzdür? İndi çayın düşməsi nədir? Mənbə çıxılsın mənsəb. Mənbəsi 3600-dür. Mənsəbi də nədir? -27. 3600 çıxılsın -27. Eləyəcək 3627 metr düşməsidir və uzunluğu da 216 kilometrdir. Düşməni böldüyü uzunluğa tapdıq nə? 16,7 metr bölünsün kilometrə. Sonra uyğunluğu müəyyən eləyək. Labrador yarımadası. Yadınıza saxlayın. Dəmir filizi ehtiyatları Labrador yarımadasında yayılıb. Rütubətli tropik iqlim şəraitinə malikdir. Florida burada rütubətli tropikdir. Daha sonra bir də fosforit yataqları var Floridada. F baş hərfləri ilə yadınızda saxlayın. Seysmik cəhətdən fəaldır. Alyaska. Aralıq dəniz iqlim tipinə malikdir. Heç biri. 1B, 2AD, 3C. Sağ olun. Gələn videolarımızda görüşənədək.